Bugün növbəti köç kərvanı Ağdərə rayonunun Suqovuşan kəndinə yola düşüb. Bu mərhələdə kəndə 53 ailə, yəni 185 nəfər köçürülür. Köç kərvanı ilə bağlı daha ətraflı məlumatı hazırda bizimlə canlı bağlantıda olan əməkdaşımız Şöhrət Eyvazov çatdıracaq. Salam Şöhrət, buyurun, eşdirik sizi. Salam, hər vaxtınız xeyir. Bəli, biz yenə Suqovuşandayıq. Xatırlayırsınızsa, ötən həftənin şənbə günü də bura köç olmuşdu və 53 ailə köçürülmüşdü. Bugün də artıq bugün köçürülən ailələrlə bir yerdə artıq Suqovuşan kəndində gördüyünüz bax bu möhtəşəm binalarda 120-126 ailə demək öz yurduna qayıtmış olacaq. Ümumilikdə isə 190-a yaxın mənzil var və bütün mənzillər üzrə artıq püşkülər atılıb. Onların da yerləri, sahibləri bəllidir və ən yaxın zamana, ən yaxın günlərə də tamamilə bu kəndin hələlik birinci mərhələsinin bu binalarda olan yaşayış mənzilləri üzrə təmin edilməsi başa çatacaq və sizə əvvəllər biz xəbər vermişdik. Kətdə eyni zamanda məscid də fəaliyyətə başlayıb, məktəb xeyli müddətli bərpa edilmişdi və bütün bunlar infrastruktur normal vəziyyətdədir və biz bir neçə mənzilə də baş çəkdik. Orada istilik, digər kommunal qaz və digər kommunal belə deyək elementlərin hamısının yerində olduğuna şahidlik elədik. Qayıdışın mübarək Azərbaycan biz isə azad edilmiş ərazilərdən xəbər verməkdə davam edəcəyik. Bizimlə qalın. Təşəkkür edirik Şöhrət ətraflı məlumata görə.